Müğənni Ofeliya Şabanova vəfat edən qardaşı Nur Məhəmmədlə bağlı paylaşım edib. Sənətçi sosial şəbəkədə mərhum qardaşı ilə olan şəkillərini yayımlayıb. Xatırladaq ki, sənətçinin Qazi qardaşı ötən gün axşam saatlarında vəfat edib. Onun bir neçə gün əvvəl komaya düşməsi barədə məlumat verilmişdi. Qeyd edək ki, Nur Məhəmməd Şabanov 2-ci Qarabağ müharibəsi iştirakçısı olub. Müğənni Kərim Abbasov məclislərin birindən etdiyi paylaşımı ilə diqqət çəkib. İfaçı ağbirçək qadınla qucaqlaşdığı görüntüləri sosial şəbəkədə paylaşaraq bunları qeyd edib. Anamdan heç vaxt qucaq, sığal görmədim. Ona görə də başqa analardan qayğı, sevgi, qucaq, baş sığalı axtarırdım. Mən də bir cür bədbəxtəm. Qeyd edək ki, Kərimin anası Səkirə xanım 2020-ci ildə vəfat edib.